bürcü 8 iyul 2026-cı il. Gün yaxşı keçəcək. Gözlənilməz xəbərlər, maraqlı görüşlər, uğurlu təsadüflər sizi sevindirəcək. Uzun müddətdir diqqət tələb edən məsələləri həll etmək, eləcə də əvvəllər anlaşmaq çətin olan insanlarla münasibətləri bərpa etmə imkanı yaranacaq. Yeni ideyalar perspektivli olacaq və onların həyata keçirilməsi istiqamətində atılan ilkin addımlar tezliklə nəticə verəcək. Şəxsi həyatda harmoniya hökm sürəcək. Sevdiyiniz insanla ünsiyyət sizə çoxlu müsbət emosiyalar bəxş edəcək və özünüzü xüsusilə xoşbəxt hiss etməyinizə kömək edəcək. Səfərlər, gəzintilər, qəfil qərarlarla çıxılan kiçik səyahətlər uğurlanacaq. Buğa bürcü 8 iyul 2026-cı il. Yaxşılığa doğru dəyişikliklər, xoş və ilhamverici hadisələr ehtimal olunur. Mühüm bir məsələni uğurla həll edə, yeni perspektivlər görə və özünüzə daha çox güvən hiss edə biləcəksiniz. İntuisiyanız xüsusilə dəqiq olacaq və vaxtında sizə necə davranmağın daha doğru olduğunu göstərəcək. Yaxınlarınızla uzun müddətli planları müzakirə edə bilərsiniz. Onlar ideyalarınızı məmnuniyyətlə dəstəkləyəcək. Faydalı məsləhətlər verəcəklər. Bəzi işlər istədiyinizdən daha yavaş irəliləsə də, sonda arzuladığınız nəticəni əldə edəcəksiniz. Əkizlər bürcü 8 iyul 2026-cı il. Gün istirahət, görüşlər, əyləncə üçün əla uyğun gələcək. Böyük uğurlar gözləməyə dəyməz, amma qayğılardan uzaqlaşmaq, xoş vaxt keçirmə imkanı yaranacaq. Adi işlərin öhdəsindən xüsusi çətinlik çəkmədən gələcəksiniz. Yeni təşəbbüslərdə isə köhnə tanışlarınızın köməyinə arxalana biləcəksiniz. Maraqlı tanışlıqlar, ilhamverici söhbətlər mümkündür. Kimsə sizinlə faydalı təcrübəsini bölüşəcək və ya yaxşı fikir verəcək. Əgər özünüz təşəbbüs göstərsəniz, şəxsi həyatınızda da müsbət dəyişikliklər baş verə bilər. Xərçəng bürcü 8 iyul 2026-cı il. Gün ümumilikdə əlverişli keçəcək. Baxmayaraq ki, asan qələbələr gözləməyə dəyməz. İstəyinizə nail olmaq üçün müəyyən səy göstərməli olacaqsınız. Lakin nəticə gözləntilərinizi doğruldacaq. Əgər diqqətinizi həqiqətən vacib işlərə yönəltsəniz, vaxtınızı xırda məsələlərə sərf etməsəniz, bazar gününün necə keçdiyindən razı qalacaqsınız. Səhər saatlarında rahatlıq və tərəddüdlər yarana bilər. Lakin getdikcə əhvalınız yaxşılaşacaq və sevinc üçün yeni səbəblər ortaya çıxacaq. Maraqlı tanışlıqlar ehtimal olunur. Təsadüfi bir görüş həyatınızdakı böyük dəyişikliklərin başlanğıcı ola bilər. Bugün başlayan münasibətlər sürətlə inkişaf edəcək və sizi sevindirəcək. Şir bürcü 8 iyul 2026-cı il. Gün çox məhsuldar keçəcək. Şəxsi işləriniz öhdəsindən gələcək, maraqlı ideyalarınızı həyata keçirə və yeni bir şey öyrənə biləcəksiniz. Əldə etdiyiniz bilik və təcrübə yaxın zamanda sizə çox faydalı olacaq. Adi tapşırıqları asanlıqla yerinə yetirəcəksiniz. Daha mürəkkəb məsələlərin həlli üçün isə yalnız bir qədər səbir lazım olacaq. Günün zəngin keçməsinə baxmayaraq, mütləq istirahətə də vaxt ayırın. Axşam sizi xoş ünsiyyət, dostlarla görüş və ya sizdə gözəl təəssüratlar yaradacaq maraqlı bir tədbir gözləyir. Qız bürcü 8 iyul 2026-cı il. Ətrafınızda nə baş verməsindən asılı olmayaraq sakitliyinizi və təmkininizi qorumağa çalışın. Gün düşündüyünüzdən daha gərgin keçə bilər. Əvvəlcə çətin görünən yeni tapşırıqlar ortaya çıxacaq. Lakin siz onların öhdəsindən gəlməyin yolunu mütləq tapacaqsınız. Yaradıcı yanaşma istədiyiniz nəticəni daha tez əldə etməyə, lazımsız səhvlərdən qaçmağa kömək edəcək. Gün ərzində çoxlu faydalı məlumatlar əldə edəcəksiniz. Yeni tanışlıqlar uğurlu olacaq. Ətrafınızdakı insanlar sizə qarşı xüsusilə xoş münasibət göstərəcəklər. Yaxşı bir şirkətlə gəzintiyə və ya səfərə çıxsanız, çoxlu xoş təəssüratlar qazanacaqsınız. Tərəzi bürcü 8 iyul 2026-cı il. Gün uğurla başlayacaq. İnsanlarla ortaq dil tapmaq sizin üçün asan olacaq. Yaxınlarınızla birgə planlar barədə razılığa gələcək, vacib bir məsələdə onların dəstəyini alacaqsınız. Maraqlı tanışlıqlar və sizə parlaq emosiyalar bəxş edəcək qeyri-adi tədbirlərə dəvətlər mümkündür. Sonralar səbir və israr tələb edən yeni qayğılar yarana bilər. Hər şey dərhal alınmayacaq. Buna görə də hadisələri tələsdirməyin. Nə qədər sakit və düşünülməmiş hərəkət etsəniz, istədiyiniz nəticəyə bir o qədər tez çatacaqsınız. Əqrəb bürcü 8 iyul 2026-cı il. Bugün hər sahədə ehtiyatlı olmaq tələb olunacaq. Xüsusilə vacib məsələlərdən söhbət gedirsə, qərar verməyə tələsməyin. İstədiyiniz nəticəni əldə etmək çətin olacaq. Buna görə səbirli olun. Yaxın insanlarla fikir ayrılıqları yarana bilər. Lakin səy göstərsəniz ciddi münaqişələrin qarşısını da ala, ortaq məxrəcə gələ biləcəksiniz. Gücünüzü qorumağa çalışın. Həddindən artıq yüklənmə sağlamlığınıza mənfi təsir göstərə bilər. Hər işdə ölçülü davranmaq, düzgün gündəlik rejim əhvalınızı yüksək saxlamağa kömək edəcək. Ox atan bürcü 8 iyul 2026-cı il. Nəticə çıxarmağa, qərar verməyə tələsməyin. Səhər sizə elə gələ bilər ki, hər şey son dərəcədə uğurlu gedir. Lakin bəzi çətinliklər sonradan üzə çıxacaq. İstədiyiniz nəticəyə çatmaq üçün düşündüyünüzdən daha çox səy göstərməli olacaqsınız. Xoşbəxtlikdən israrınız bütün maneələri dəf etməyə kömək edəcək. Yaxın insanlarla ünsiyyətə xüsusi diqqətli olun. Təsadüfən deyilmiş sözlər yanlış başa düşülə bilər. Yeni tapşırıqlara daha çox tez etibar etməyin. Münasibətlərin inkişafı üçün onlara vaxt vermək daha yaxşıdır.
Oğlaq bürcü 8 iyul 2026-cı il. Gün birmənalı keçməyəcək, lakin özünüzü ələ ala bilsəniz yaranan bütün çətinliklərin öhdəsindən gələcəksiniz. Vacib qərarları başqalarının təsiri altında düşmədən müstəqil şəkildə qəbul etmək daha yaxşıdır. Nə ilə məşğul olmağınızdan asılı olmayaraq xırda detallara diqqət edin. Onlardan biri sonradan çox mühüm rol oynaya bilər. Kiçik maliyyə çətinlikləri yarana bilər, ancaq onların öhdəsindən tez gələcəksiniz. Buna görə də ciddi narahat olmağa dəyməz. Həm planlaşdırılmış, həm də spontan alış-veriş üçün günün ikinci yarısı birinci yarısından daha münasib olacaq. Dolça bürcü 8 iyul 2026-cı il. Çətin işlərə cəsarətlə başlaya bilərsiniz. Heç kim köməyə gəlməsə belə onların öhdəsindən əla gələcəksiniz. Bir çox dolçalar üçün istənilən tapşırığa yaradıcı yanaşmaq bacarığı çox faydalı olacaq. Məhz bunun sayəsində bu bürcün nümayəndələri başqalarının çox vaxt sərf etdiyi işləri tez başa çatdıracaqlar. Pul daxil olmaları, sərfəli alış-veriş və ya əvvəllər çox mürəkkəb görünən maliyyə məsələlərinin uğurlu həlli ehtimal olunur. Gözlənilməz hadisələr planlarınızı dəyişməyə məcbur edəcək, lakin siz yeni şəraitdə tez uyğunlaşacaqsınız. Səfərlər uğurlu alınacaq. Yolda isə tanışlıqlar və romantik hisslər istisna deyil. Balıqlar bürcü 8 iyul 2026-cı il. Bütün gün ərzində sakitliyinizi və səbrinizi qorumaq vacibdir. Məhz bu xüsusiyyətlər əvvəllər başladığınız işləri uğurla başa çatdırmağa, uzun müddətdə cavabsız qalan məsələləri həll etməyə kömək edəcək. Gün kifayət qədər gərgin keçəcək. Buna görə də bəzən özünüzü yorğun hiss edə bilərsiniz. Ətrafınızdakı insanlar işlərinizə qarışa bilərlər və bunu heç də həmişə nəzakətlə etməyəcəklər. Buna sakit yanaşmağa, artıq emosiyalara qapılmamağa, ilk baxışdan xoşunuza gəlməyən məsləhətlər belə sonradan çox faydalı ola bilər.